Salam xanımlar. Belə bir maraqlı şirniyyat hazırladım. Dedim sizlərlə də bölüşüm. Çox dadlı, çox gözəldir, həm də asandır. Az ərzaqla, deməli 3 yumurta, yarım stakan pəsoq, 1 stakan qatıq və 100 qram kərə yağı. Vanil, qabartma, apardığı qədər un. Xəmiri yoğururuq, yarım saat qalır xaladenikdə dinlənir və belənçinə 3 hissəyə bölürük. Kündələrə alırıq və qoyuruq, biraz da kündədə qalır. Sonra isə başlayırıq yaymağa. Qəşəng yayırıq və araların kərə yağı ilə yağlayırıq. Hər bir qatın, 3 qatın hər birinin kərə yağı ilə yağlayırıq. Sonra bu formada rullon şəklində bururuq. Kəsirik və xaladenikə qoyuruq, yenə özünü tutur. Götürürük, bu formada qırağın içinə gətiririk. İçiliyi isə qoz, çəkilmiş qoz, vanil və yumurtanın bezesi, yəni ağı. Çox asandır. Bu formada badambura kimi bükürük və çox qəşəng, səliqəli qoyuruq yağlı kağızın üzərinə. Bu formada nə yayım, nə üstündən sıxmırıq, nə bir şey. Bişəndə bu formada çox gözəl olur və üzərinə şəkər pudrası əlavə edirik. Çox dadlıdır. Bişirin, razı qalın. Nuş olsun sizlərə də, bizlərə də.